Dostlarımıza sanırım ben Qalbi birlikte yeni bir videoyla karşınızdayım. Bu bizim ilk bölümümüz olacak. Bugün sizlerle birlikte yani bir 20 gün 19 gün sonra Azerbaycan'la Macaristan maçı var. Onu oyunda oynayacağıq ve şotuna baxacağıq. İlk bölümüdür bu. İstəyirsiniz yavaştan başlayaq. Ben Azerbaycan'ı idarə edəcəm. Macaristan çok güçlüdür, yani cidden. Legea maçında dostlar tahmin edelim. Pozsa onlar yoktu bu oyunda. Başlayalım dostlar. Macaristan'ı seçtik. Maça geçişəcək. Burada anlatırlar boşluq. Kadroya baxaq bir. Savunmamız çok zayıftı. Sonra neler harda oynadıq. Hücum xattımıza bir dənə dəyişiklik burada oynaya bilir. Oynasın. İrəli çəkəcəm dostlar komandanı. Fosa 48 ilə oynayanı oldu. Bu ondan yaxşı oynayacaq. Dostlar kadronu ayarlayım gəldi. Dostlar kadronu belə elədim sona alın. Məncə qəşəngdir belə. Maça keçək. Formalar belə. Və maça biz başlayırıq. Başladıq. Hücumumuz devam edir sol cinatdan. Pasımız keçmədi. Oy. Rəqib gəlir. Daxil eləyəmədik. Qəşəng topu aldıq. Dostlar bunların bir paslarına bakın siz. Yani bunlar oyunda çok güçlüdür. Ancaq belə faal eləyə bilər. O da elə vaxt olur buradan da gol vura bilirlər. Buradan baraja kömək eləyək. Dur belə. Oy. Qəşəng tez çıxa bilər hücuma. Hücuma. Pasımızı qəşəng gördük. Oyun ora. Qəşəng. Qaç. Uzaqdan zərbə qapçı. Qapçıları qoldan xilas elədi onları. Hadi uşaqlar bas. Pressing edin. Topu aldıq qəşəng. Topu aldıq. Hara oynayırsan sən? Qaç aslanım. Qaç. Pas ötürəcək bilirdim. Çox şey gəlirlər. Faal eləməliydim dostlar, məcbur. Cərimə zərbəsi. Dayandıramadıq. Penalti. Hayda, kırmızı kart. Pis oldu bu. Ben ne bileyim bu belə olacaq. Bence bura vurdular. Vurrama. Qapçı da özür şey yanmadı. Şarıqdı. 1-0 olsun, biz yeni dönüşünü edərik. Topu da aldık. Kaç hücum. Beşe gördük solcuları. İçeriye girdik. Gelen bir pas hara versin ya. Çok zor olurdu. Oyda qəbul elə topu. Rəqib oraya oynadı. Ay Zibil. Emin Mahmudov. Sarı vərəqə gördü. Çox sarı vərəqə görənimiz var. Cərimə zərbəsini yerinə yetirdi. Bıraxma. Şarıq dinləyinirsən sən. Ala nə varsınız? Oy ya. Tez çıx. Hücuma. Bunların müdafiəsi çoxdan yer alıb hücumda. Hara oynayayım mən? Allah, verdiğimiz boşluğa bak. Oy. Dəqiqəcə 40 olur. Allah, dayandır bunu. Şurada az var. Toxunuş var idi orada. Burada duraq, buna pas ötürənməsin. Şarıqdır. Beşə.
Hara oynasın ya. Bu ne səhv o, biz elədik. Ama top bize kaldı. Top bize kaldı. Hücum hardasınız siz? Prizi gedin. Oy oy oy. Rəqib çox şey gəlir hücumu. Şartdı. Verilib. Təzə gördüm o. Tutaq bunu. Zərmə zərbəsini yerinə yetirdilər. Amma pis alındı. Hücumdayıq. Hadi. Hadi uşaqlar. Hara oynayalım. Rəqib çox güclüdür. Başda da demişdim. Dostlar, burada Türkiye ile Ukrayna maçını da tahmin eləməyim gələcək oyunun. İlk yarı 1-0. Bizim nə pis oynuyorduk ha, biz 50'lərlə oynuyorduk ancaq. Kırmızı kart görənləri çıxartacağım. Rıbe yoxdur komandada. Oynayar yerinə. Belə. Maça geçiş eləyək. İkinci hissə başladı. Milli komandamız qazansın. Bırakma. Hadi tutun orayı. Hoca ne özün? Ya kırmızı kart. İkinci kırmızı kart oldu bu. Huyda. Ne pis oldu bu. Çıkan bunları yeri çəkəcəm. Müdafiəyə də oyuncular qoyacağım. Bunlar oynasın. Hücum görək. Çox idi o hücumda. Bırakma. Şarutdin təkdən iynədin sən. Davay qaç aslanım, qaç. Döşək. Oyunda deyəsən biraz algılama sorunu var. Alan hücum özünüzü göstərin də. Kim oynayaq biz içərdən. Rəqib də top gəzirir elə. Olsun hələ 1-0'dır. Çox da böyük bir fərq yoxdur. Oba, qışı rəqib getdi bazara. Daha hara oynayırsan, orada boşluydu da, pası yaxşı ötürəmədim. Uşağa girişin, qoymayın. Paslarına bax bir dənə milli. Hoca işini yoxdur. Yaşa, bazara getdilər. Oğlum biraz prinsinga. Yaşa, içeride boş oyuncumuz var imiş. Kapıya gelen zərbə dirək. Gücdən zərbə. Oy. İçeriye oyna. Vur. Aldın onu. Kapıya zərbə. Geridə bir alındı. Onu qəbul. Beyler, bizim bir söz nətərdir. Zərbəmizin qüvvəti yoxdur. Olsa qəşəng də boşluqların tutur rəqibin. Hayda, savunma. İkinci gol. Heyif. Bu maç həqiqətən də belə bitməməliydi əslində. Bizim 9 nəfər qaldığımız meydanda çorladı. Tek qapıya yine zərbə qeyrədək. Şarutdin topu başlatdı. Qəşəng keçdi rəqibləri. Pası verəmir dəqiq. Ne yapıyorsunuz? Koyma. Şarutdin neymişsən, kapı boşdur. Üçüncü gol. Belki de güzel yaptı dostlar, bundan çok gol yeri. Ama bilmək olmaz. Milli komandadır. Rəqib çox top gəzdirir. Oyda, cınaqda. Şarutdin.
Oy oy bazara gitti. Oğlum ne varsa sen pas vermem. Köşe. +4. Demək olar ki maç burada da bitti. Ama bir gol vursak yaxşı olar. Bir gol vursak yaxşı olar. Bir gol vursak yaxşı olar. Girin cərimə meydançasına. Girin. Oğlum. Topu yine qayarlanmadı. Aldıq. Rəqib ağzında tutdu. Qapıya zərbə qapçı. Hiç olmasa ilk gol vursak rahatlayarım. Biraz gelen top. Qapçıları səhv eləmişdi. Yine bizdədir top. Biraz belə. Gelen top. O qapı dirəyi yenə. Ulan her yadına çatdı. Və maç 3-0 bitti dostlar. Bizdə Şaruddin danca şey deyə bilər. Yəni adamların 3 hücumçusu da qol vurub. Keçə indi Türkiyə maç. Dostlar bunda da Türkiyəni idarə eləyəcəm mən. Buradan Türkiyə. Sonra Amerika, Amerika. Все. Dostlar ben böyle oynamıştım bundan evvel. Udmuştuk Türkiye'ni 4-0. Ukrayna'nı 4-0 udmuştuk. Baxaq, qapçımızı buraya saldıq. Dostlar kadronu ayarlayıb gəldim. Dostlar belə ayarladım. Gördüyünüz kimi son halı belədir. Maça keçək. Göy forması yoxdur Türkiye'nin. Belə qırmızını giyinsin. Belə başlayaq. Maça biz başlayırıq ya olar. Və maç başladı. Türkiyə qalib gəlməyini istəyirik əlbəttə ki. Rəqibi baskın eləmək lazımdır ki. Oğlum sənin bu dağdan gec alındı. Qapıya görən zərbə qapçı. Gözləmədiyimiz zərbə idi. Qapı boşdu. Ama qapçımız getdi. Və hara oynayaq? O qəşəng keçdi. Post içəridə kimsə yoxdur. Pasım verir. Pas geridə alındı. Topun sahəsini görürsünüz dostlar. Paslaşma. Aldıq topu. Köşe oynadım. Kapıya zərbə. Köşe alınmışdı. Buradan bura keçdik. Yine gelen zərbə yine olmadı. Top yine bizdə. Hakim sen çəkil də, hakimi deyəcək. Hamısı yerini alacaq. Amerika tercih edirik, qoymuyor çıxsın hücuma. Köşe. Sağ canaha gördük. Hayda biraz şey oynayın, qapçılar səhv edirdi az qala. Bax, öz oyuncumuza çarpılıyor top. Presi gələr. Köşe aldın topu. Aldın topu geri. Amerika deyir biz neye düştü ya belə. Bir dəqiqə dostlar. Aha dostlar başlayaq. Yine qapçılarını oynadılar. Savunma. Oyunda dostlar biraz algılama problemi var. Hələ də o problemi şeyləməyiblər. Çözməyiblər. Aladılar nətər qəşəng qapçılarını oynayırlar. Ne var ya orada yani hakim. Bir de sarı verəyə göster. Göster ya şeyde. Başlat. Geçiyor top aldım. Hücum göremiyoruz sizi hücum. Ayda. Hadi Prince'e. Oydu səhv eləmişdilər. Penaltı hocam penaltı orada oyuncumuza şikayetler.
Ama sen neyle oynuyorsan şöyle bir gol vurasız. Köşeye topu kaldı. Pas problemi de var bu oyunda. Bırakma. Sağ taraftan geldiler. Böyle bir deli kaldı. İlk yarı bitti dostlar. Savunmada bir değişikliği edeceğim. Sarı kart görenleri çıkartacağım. Все. Maç başladı. Türkiye topuğunu dahil etti. Hocam faal. Buna faal verdi. Haydi. Bırakma. Sağ taraftan bırakma. Köşeye topu aldı. Geç olar köşeysən. Köşe. Top attı qabağına. Geçti rəqiblərin. Və gol. Qəşəng. Qabaqdı. Passa qəşəng dostlar. Gol attı. Qəşəng. Amerika direndi. Amma axırda boşluq verdi savunmasında. Ayak koyamadı bu topa. Ne var regular. Geçey. Topu qabil elədi. İkinci qola az yaxınıq. Sağ cinah boşdadır. Gördük sağ cinahı. Oy çok gecişdi. Dəqiqə neçə? Qara geçsən, qara nedir? Bu pasyozu düzəldin lan. Zərbə qapıcımız. Güzel zərbə çox olmadı şeydən. Qapı oyuna görə. Qapı qayıt qapıya. Ay gördük qəşəng. Keçirik. Keçdik. Qapılarına zərbə qeyri-dəqiq alındı. Gördülər. Silahı. Qapıcı oynayacaq. Belki de oynamadı. Prison dedim bana. Prison. Oba topu ayak koyduk. Hiç çıkmak lazım hücuma. Kaçıyan bizim qabağımızı tutup fikir verin dostlar. Ayak koyun, ayak koyun. Deşe. Oynadık. Oradan. Hücum ardasız hücum. Silahlar çok boştu, çok. Deşeye top güzel. Çüştük. Rakip kapısına zərbe olmadı. Tekrar zərbe olmadı. Amerika çok deşeye müdafiə olur. Hücuma çıxanda da deşeye çıxırlar. Uşaqlar bırakmayın. Deşe top güzel. İkinci gol için geldi. Gelen zərbə qapısı. Artı 5 verildi. Tez oyuna daxil elədilər. Hocam nə qarırdı? Amerika sərt oynayır bizi. Sonuncu dəqiqələrdir deyə səhvə bax. Və maç burada bitdi. Dostlar, oyunun tahmini Macaristan-Azərbaycan 3-0 Macaristan, Türkiyə-Amerika 1-0 Türkiyə. Və belə idi dostlar videomuz. Bəyəndiyseniz demirəm like siz atarsınız, istəsiniz. Hər nəysə dostlar, burada Warzone'un videoları gələcək. Post hiləlisini axtarıram, mən axırıncı çıxan. Hər nəysə dostlar, sağ olun. Gələn videolarda görüşmək üzərə.